Onurğa beyni zədələnmələri üçün yeni dərman. Braziliyalı alimlər uzun illər davam edən elmi araşdırmalardan sonra ağır travmalardan onurğa beyni toxumasının bərpasına imkan verən yeni preparat hazırlayıb. Təxminən 25 il davam edən tədqiqatın nəticəsi kimi təqdim olunan bu yanaşma sinir liflərinin yenidən böyüməsini stimullaşdırmaq və sinir bərpasına mane olan çapıq toxumasını azaltmaq məqsədi daşıyır. Mütəxəssislərin məlumatına görə yeni terapiya aksonların regenerasiyasını gücləndirir və zədələnmiş sinir toxumasının bərpası üçün əlverişli mühit yaradır. Klinik öncəsi sınaqlar zamanı preparat tətbiq edilən heyvanlarda bir neçə həftə ərzində qismən motor funksiyalarının bərpa olunduğu müşahidə edilib. Dərman sinir toxumasının bərpasını yönləndirmək üçün bir neçə elmi yanaşmanı birləşdirir. Bura neyrotrofik faktorlar, kiçik molekullu birləşmələr və xüsusi bioloji dayaqlar daxildir. Bu kompleks yanaşma sinir hüceyrələrinin düzgün istiqamətdə inkişafına və funksional əlaqələrin yenidən formalaşmasına kömək edir. Hazırda preparatın təhlükəsizliyi və effektivliyini qiymətləndirmək məqsədi ilə insanlar üzərində tədqiqatlar davam etdirilir. Alimlər hesab edir ki, bu metod uğurla tətbiq olunarsa, milyonlarla insanın hərəkət qabiliyyətinin qismən və ya tam bərpasına imkan yarada, reabilitasiya tibbində yeni mərhələ aça və uzun müddətli baxıma olan ehtiyacı azalda bilər.